And today I would like to take your attention to the Terter case. Why it is important? Bugün diqqətinizi Tərtər işinə yönəltmək istərdim. Bu niyə vacibdir? 2017-ci ildə şahid ifadələrinə və zərər çəkmişlərin bəyanatlarına əsasən həmin dövrdə minlərlə əskər və zabit heç bir məhkəmə qərarı olmadan saxlanılmış və sistemli işgəncələrə məruz qalmışdır. Bu işgəncələr yalnız fiziki zorakılıqla məhdudlaşmırdı. Onlara insan ləyaqətini alçaldan seksual işgəncələr və digər təhqir edici rəftar formaları da daxil idi. Şəxsən mənim müsahibə götürdüyüm və bütün müsahibələrini, eləcə də bu barədə kitabım yayımladığım zərər çəkmişlərin ifadələrinə görə saxlanılan şəxslər çılpaq soyundurularaq bir-birinin qarşısında saxlanılırdı. Bəziləri kameralar qarşısında bir-birinə qarşı seksual xarakterli hərəkətlər etməyə məcbur edilirdi. Bütün bunlar videoya çəkilirdi. Biz hesab edirik ki, bu proses hökumətdə təmsil olunan, dövlətin və xalqın zəiflədilməsi məqsədi ilə fəaliyyət göstərən Rusiyaya bağlı şəxslər tərəfindən təşkil və idarə olunurdu. Digər hallarda insanların bədəninə və cinsiyyət orqanlarına elektrik cərəyanı verilirdi. İşgəncə üsulu kimi anal nahiyəyə metal və taxta əşyalar daxil edilirdi. Bildirilən hallardan birində oğul atasının başına sidik ifraz etməyə məcbur edilmişdi. Mən həmin ata və oğulla şəxsən müsahibə aparmışam. Bundan əlavə, saxlanılan şəxslər bildirirdilər ki, onların həyat yoldaşlarının və azyaşlı uşaqlarının zorlanacağı ilə hədələnərək psixoloji təzyiqə məruz qalırdılar. Yenə də bu hallardan biri ilə bağlı şəxsən müsahibə aparmışam. Məhz buna görə mən həbs olundum və işgəncələrə məruz qaldım. Bu yalnız mənimlə bağlı deyil. Məndən əvvəl bu araşdırmaya başlamış hüquq müdafiəçisi Oqtay Gülaliyevə qarşı da sui-qəsd cəhdi edilmişdi. O 2 il komada qaldı. Nəticə etibarilə rəsmi məlumatlara əsasən ən azı 14 hərbi qulluqçu işgəncələr nəticəsində həyatını itirmişdir. Digər mənbələr isə qurbanların sayının 47 nəfərə qədər ola biləcəyini bildirir. As a result of these events, according to the official data, at least 14 servicemen died as a result of torture, while other sources suggest that the number of victims may be as high as 47.